Qəlbə sükunət gətirən həyat yoldaşıdır. Bu qəribədir, həyat yoldaşı. Allah Subhanahu taala Quranda deyir ki, biz sizi bir kişi, bir qadın yaratdıq ki, fikir ver, yaradılışın qayəsi nədir? Orada göstərir bu ayədə. Ne üçün yaradıb bizi Allah Taala? İbadət baxımından ibadət eləmək Allaha aiddir. O heç. Bizi yaradıb ki, ona ibadət eləyək. Ayə var. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam. Lakin dünyavi baxımdan, dünyada o rahatlıq tapmaq üçün, həmin ayədə görün nə deyir? Biz sizi bir kişi, bir qadın yaratdıq ki, bir-birinizdə ünsiyyət qurub rahat olasınız. Bu həyatda rahat yaşayasınız. Fikir verirsinizmi? Deməli, ailə qurmaq insanı rahat edir. Üzr istəyirəm ifadəmə görə təkcə yaxınlıq eləmək, fikirləşmək lazım deyil. O qədər ailələr var ki, ancaq ona görə evlənir, sonra da boşanır. Çünki bir müddətdən sonra ya qadının zahiri görünüşü dəyişir, ya kişi harasısa bir şikəst olur, ailə dağılır. Lakin həqiqətən qəlb rahatlığı bir-birindən tapmaq üçün ailə quranda o ailə heç vaxt dağılmır. Çünki bir-birini Allah rızası üçün sevir. Hər gündə bir yerdə, evdə olanda bir-birlərinə gözəl söz, bir-biri ilə gözəl münasibət qəlblərin rahat olmasına səbəb olur. Allah Subhanahu taala Quranda dediyi kimi.